Bu debat tamamıyla hayali bir senaryo üzerinde kurulmuştur. Burada geçmişte yaşamış İslam'ın kurucusu Mehmet Peygamberle, müasir Avrupa'nın simbolik liderlerinden biri olan Angela Merkel arasında fikir mübadilesi təsvir olunur. Məqsəd, fərqli dövrlərin və dəyərlərin toqquşmasını araşdırmaq və dinin müasir dünyaya uyğunluğu barədə fərqli baxışları təqdim etməkdir. Bu xəyali debatda dinin universal qanunları ilə müasir dövrün insan hüquqları və bərabərlik prinsipləri arasındakı gərginlik müzakirə edilir. Fərqli dövrlərdən gələn bu iki şəxs arasında diyaloq, müxtəlif baxışların necə toqquşduğunu və insanlığın bugün qarşılaşdığı çağırışları necə dərk etdiyini göstərmək məqsədi daşıyır. Bu, tarixi və müasir ideyaların xəyali bir görüşüdür. Məhəmməd Peyğəmbər, Angela xanım, mənim dediklərim mənim fikrim deyil. Bunlar Allahın əmridir. İnsanlar Allahın əmrlərinə tabe olmalıdırlar. Çünki bu, hər dövr üçün doğrudur və dəyişməzdir. Angela Merkel, sizin dövrünüzdəki şərtlər başqa idi. Amma bu günlərdə bəşəriyyət bərabər hüquqlara və sülhə can atır. Quranda təbliğ olunan zorakılıq və təzyiq prinsipləri necə əsaslandırılır? Məhəmməd Peyğəmbər, mənim təbliğ etdiyim heç bir şey zorakılıq deyil. Zoraki hərəkətlər yalnız İslamı və müsəlmanları müdafiə etmək üçün olub. Əgər bir toplum haqq yoldan çıxıb, mənə və mənim icmama hücum edirsə, Allahın əmri ilə bu insanlar cəzalandırılmalıydı. Angela Merkel, amma bu müasir dünyada ədalətsizlik yaradır. Bəs qadınların hüquqlarını məhdudlaşdıran qanunlar, yoxsa dini inancı qəbul etməyənlərin öldürülməsi? Bunlar necə müdafiə olunur? Məhəmməd Peyğəmbər qadınlar üçün müəyyən edilən qaydalar onları qorumaq və ailə sistemini gücləndirmək üçündür. Allahın əmrinə qarşı çıxanlar isə cəzalandırılmalıdır. Bu, ədalətdir.